Herkese salam, mənim əziz kanalımın dəyərli izləyicilərim. Necəsiz? Ümidvaram ki, hər biriniz hər zaman yaxşısınız. Əslində bu vlog biraz tez çıxmalıydı, amma gecikdim. Səhər yeməyimizi hazırladım. Bu yoldaşımın səhər yeməyi idi. Mən isə hamıdan tez dururam və gecədən hazırlayıram özümə qatıqla kirkulesi, bir də chia toxumlarını, onu yeyirəm. Alinka üçün sıyıq hazırlayıram. Yoldaşım üçünsə belə istədim lavaşda toz hazırlayım. Çox ləzzətli alınır. Bir dəfə yoxlayın və yoldaşlarınıza verə bilərsiniz. Sadəcə burada lavaş tortilla olmalıydı, amma mən sadə lavaşdan hazırladım. Deyə bilərəm ki, yoldaşım bunu çox bəyəndi. Hazırlaşdıq, evdən çıxdıq və getdik gəzməyə. Dünən yalvarıb ki, çıxardım onu çölə, yatmırdı. İndi gətirib bizi bura. Uşaq plaşatkasına ki, şey eləyək, gəzək. Kaç yerlərdir deyəsən suludur. Bizdən başqa heç kim yoxdur burada. Bir dənə uşaq ailindir. Bir də mən. Markete düşmüşdüm, heç nə almadım. 17 manat pul xərcləmişəm. Deməli 2 dənə belə ketçup, mayonez götürdüm. Kartoşkanı götürdüm. Kartoşka 1.68. 6 ədəd təzə göyərti. Ümumiyyətcə marketdə göyərti görəndə təzə olsun, hər dəfə götürürəm. Ailin istədi, onu da indi hələ vermirəm. Yemək yeyəndən sonra xiyarlardır. Xiyarları nə qədər? 2 manat 13. Və 1 kilo buz dibi. İndi yemeği hazırlayacağım, günorta yemeğini. İlk önce toyuğu marinad edəcəm. Ketçupla, mayonezlə, ədviyyatlarla və biraz yağla. Gəlin keçək, mən onları ədviyyatlayım. Siz də belə eləyəndə toyuq çox ləzzətli alınır. Toyuğumuz hazırdır. Marinadı. Və keçək doğrayaq kartoşkanı, kökü və soğanı. Daha sonra bizə lazım olacaq yağ, kök, doğramışam burada kartoşka və soğan. Buradakı ədviyyatlarda sevdiyim sarımsaqdır, qurudulmuş, üyüdülmüş даже, preparava formasındadır. Sonra qırmızı qara istiyotdur, duzdur və xmeli suneli, belə qarışıq maginin bir pripravası var. Ondan istifadə edirəm, çox ləzzətlidir. Xanımlar, mən bunlardan istifadə edirəm. Biri budur, italyanski travı, çox qəşəng bir ədviyyatdır. Harda görsəz alın, 1 manat neçəsi qəpik ya da 1 manat olmalıdır. Bu da belə pravanski travı. Burada bazilik var, timyan var. Burada da eyni şeylərdir. Burada sadəcə rozmarin var. Bu da hazırdır. Bunları belə qarışdırdım. Soğandır, kartoşka, bir də kök. Və onların yanına indi toyuğu qoyacağıq. Üzərindən falqa ilə bağlayacağım və göndəririk sobaya. 40 dəqiqə 250 dərəcəyə. 40-45 dəqiqə. Sonra 15 dəqiqə falqasız pişirəcəyik. Son yeməyimiz belə görsənir. Qaldı bir dənə pomidor. Pomidor yaddan çıxmışdı. Gərək pomidoru altdan yığmaq lazım idi. Və sonra isə toyuğum. Salatı da belə hazır edirəm, özüm də yeyəcəm. Sadəcə duzsuz 2 ədəd xiyar, konserva qarğıdalı, şüyüd, ədviyyatlar, qatıq lazım olacaq bizə. 3 xörək qaşığı və 1 ədəd limon. Limon sıxandı ki, bundan Hoqqadan almışdım. 1 manat idi, yoxsa 90 qəpik idi, nəsə belə bir şey. Vəsə, bir dənə limon lazım olacaq. Xiyarı doğrayırıq. Yanına göndəririk şüydü, sonra qatıq, 3 xörək qaşığı qatıq. Burada da ədviyyatlardır. Sevdiyim nanə qurusudur, pul bibərdir və qara istiyot. Tuzun yerinə də ki, limon istifadə etmək olar. Vəsə qızlar, salatım da hazırdır. Hamısını qarışdırdım. İstəsəz yenə də qeyd edirəm, videonun altında nələr vurmuşdum. 2 dənə xiyar idi, qarğıdalı idi, şüyüd, qatıq. İstəsəz duz da vura bilərsiniz və sarımsaq. Mən onları vurmadım. Həmin gün anamı çağırdım ki, yoldaşımla şəhərə getmək istəyirik. Alinka üçün alış-veriş eləmək lazımdır. 1-2 dənə paltar almalıydım onun üçün. Burada sizə göstərirəm ki, necə gözəl görsənirəm bugün. Neysə, hazırlaşdıq və istəyirdim ki, Sinsəyə deyək, Sinsəy mağazasına. Amma biz ona gələndə artıq endirimlər bitmişdi. Təəssüf ki, ən yaxını mən Qara Qarayev seçdim, Aygün Molda və getdik ora. İlk bu mağaza haqqında nə deyə bilərəm? Polşanın brendidir, Pepco kimi. Nəylənsə mənə bu mağaza Pepco'nu xatırlatdı. Qiymətləri standart idi, bəlkə hansısa bir paltar baha idi.
Yəni xanımlar üçün paltarlar, bəylər üçün krasovkalar olsun. Orada 50 manata krasovka gördüm. Hansısa paltar, ayaqqabı isə ucuz qiymətə idi. Bir neçə filialları var. Siz də istəsəz gedib baxıb nəsə ala bilərsiniz özünüz üçün və ya evdəkiləriniz üçün. Biz təəssüf ki, endirim bitəndən sonra gəldik, amma yenə də oradan 2 dənə fincan götürdüm. Və Aylinka üçün bir dənə qəşəng jaket. Qış üçün kombinezon çıxdı qarşıma. Yoldaşıma dedim ki, çox gözəldir, gəl götürək. Yoldaşım isə başladı demək ki, artıq qış bitir. Neynirsən, qalacaq evdə 1-2 dəfə geyinib, yenə yığışdıracaqsan bu qış paltarlarını. Amma kombinezonu çox bəyənmişdim. Özümə evə gələndən sonra dedim ki, kaş ki götürərdim. Mağaza biraz dağınlıq idi. Bir ayaqqabı oradaydı, o birisi burada. Belə şeyləri xoşlamıram əslində. Tez bu mağazadan çıxmaq istirdim. Əslində çox şey tapa bilmədim orada. Ya mənim gözümə görsənmədi, ya da bu filialda, həmin filialda bitmişdi. Bilmirəm nə gözləyirdim bu mağazadan ki, buradan alış-veriş eləyib çıxacağam. Amma 2 dənə cəmi şey aldıq və çıxdıq oradan. Fincanları çox bəyənmişdim və Aylinka üçün aldığım jaketi də sizə birazdan göstərəcəm bu videoda. Oradan da çıxanda yoldaşıma dedim ki, gəl kofe içək. Özünə espresso sifariş verdim və mənə kapuçino badam südü ilə, çox dadlıdır. Çox axır vaxtları badam südü ilə kapuçino içməyi çox sevirəm. Bir dəfə yoxlayın. Göstərmişdim sizə hansı badam südündən alıram. O doğrudan da çox dadlıdır. Yollandıq oradan şəhərə, Zaraya və orada kids bölməsindən Aylinka üçün 1-2 dənə şeylər aldım. Onları da göstərəcəm. Gəldik kofe içməyə. Mən özümə sifariş elədim. Cappuccino badam südü ilə. Yoldaşım da double espresso strong. Strong kişidir bu. Gəldik, burada çöldə oturduq. Peçkamız da yanır. Seydən belə 2 dənə stakançıq almışdım. 6 manat 49 qəpiyə. 2 ədəddir. Göstərəcəm indi necə görsənir. 420 millilikdir. Belə görsənirlər. Çox gözəldir amma. Şüşədir ikisi də. Götürdüm ki, biri mənə, biri yoldaşıma. Aylinka'da nələr almışdım. Deməli belə şeylər aldım Zara'dan. Lasinlər isti. Endirimdeydi 12 manata. Sonra Shinsei'dən belə bir jaketka götürdüm. Çox qəşəngdir. Materialı da çox yumuşaqdır. Xoşuma gəldi. Bunun da qiyməti 15 manat, 14 manat arasıydı. Belə bir Zara'dan belə bir hoodie götürdüm. O da istidir. Deməli bu da 19 manat idi. 49 manatdan 19 manata düşüb. Disney'in kolleksiyasıdır. Hə, bir dənə də almışdım. Elə buna oxşar lasin, onu da göstərəcəm indi. Və bu son lasinlər. Çox qəşəngdirlər, çox rahat dururlar. Üzərində kalqotka ilə geyindirəndə məncə isti olacaq. Bunları da gedim qoyum şkafına. Bunları da çıxardım, etiketkalarını. Bu mini çörəkləri sizinlə bir dəfə paylaşmışdım. Böyük bir dənə belə, böyük yox, orta ölçülü çörək hazırlamışdım. Sağlam çörək, pəhriz. Mən ümumiyyətcə kəsmikli olan, yumurtalı olan reseptləri çox bəyənirəm. Kəsmiyi mən ümumiyyətcə çox xoşduram yeməyə. Bu reseptdən həm bagel düzəltmişdim. Çox ləzzətli alınmışdılar. Fikirləşdim ki, Instagramda gördüm. Reels bölməsində çıxmışdı məndə. Bir xanım belə balaca buluçkalar hazırlamışdı. Mən ondan reseptini götürdüm və hazırladım. Birəbir eyni reseptdəki kimi çıxdı. Məndə daha da çox qabarmışdı. Düzdür, bilmirəm, qabartma tozunu istifadə eləməsiz qalxacaq ya yox, amma məncə yox. Bu buluçkaları həm səhər yeyə bilərsiniz və günortada yeyə bilərsiniz. Məsələn, burger hazırlayıb eləyə bilərsiniz özünüzə əgər pəhrizdəsiz ya sağlam qidalanırsınızsa. Çox super reseptdir. Bunu mütləq yaddaşa verin. Mən öncədən gec bişən Herkulesdən götürmüşdüm və onu qəşəng üyütmüşdüm blenderda. Hətta deyəsən yulaf ununda istifadə eləmək olar, amma mən yulaf unundan istifadə eləmədim. Sadəcə yulafı keçirtdim blenderdan. İçliyi üçün də ürəyiniz nə istəsə hazırlaya bilərsiniz. Həm balıq qoya bilərsiniz içinə, həm ət, həm toyuq, fərqi yoxdur. Kim kalbasa yeyirsə kalbasa ilə də eləyə bilər. Onu hazırlayanda məsələn mən yumurta ilə sürtməmişdim üzərinə.
üzərini, amma çox qəşəng alınmışdı. Görürsüz necə hər iki tərəfdən qızarıb. Mən məsələn reylərdə oxudum ki, xanıma yazırdılar ki, ay alınmadı, ay qalxmadı. Mən düz onun reseptini hazırladım. Yəni birə-bir çıxdı. Uşaqlarınız da məsələn burger istəyirsə, bu buluşkalardan hazır edib verə bilərsiniz. Çox da sağlamdır. İçdiyini mən pendinlə eləmişdim. Xiyarla, bir də iceberglə verdim ailinə. İstədiyiniz də üzərinə vura bilərsiniz. Məsəl üçün məndə balqabaq dumuydu, küncüt və çörək otu. Reseptini isə burada reylərdə sabitləyəcəm. Onu yaddaşa vurun, qalsın sizdə bu resept. Nəsə, axşam da çox yorulmuşdum. Ailini verdim yoldaşıma ki, baxsın. Getdim qəşəng bir dənə duş aldım. Şimdi rahatladım. Və burada sprey vururdum saçlarıma ki, dolanmasın və ondan sonra qurutmaq istəyirdim fenlə. Axşamı xoşlayıram ki, özümə ayıram. Məsələn, ya ailen yatanda mən onu yatsıdırıram, gedib sonra işlərimi görürəm, ya da yoldaşım evdə olanda verirəm yoldaşıma ki, getsin yatsıdırsın, mən də rahat işlərimi görə bilim. Keçdim bura ki, axşam rutinimi eləyim. Bu toneri mən elə istifadə edirəm əllərə, sonra belə üzlərimə. Bugün çox yorulmuşam. Gün ərzində çox yorğun idim. İndi qaldı bir dənə saçımı qurutmaq ya da ki yığacam. Sadə belə 2 dənə hörük yığacam. Bu qurusun. Sinozun bu kremindən istifadə edəcəm quruduqdan sonra. Artıq qurudu və nəmləndiricini, bərpa edici kremi istifadə edirəm. Hər gün demək olar ki, rutini eyni olur məndə. Dəyişikliklər yoxdur. Baxımımız da bitdi. Çox uzun baxımlar eləmirəm. Tez buzur edirəm ki, hər gün eyni rutin olsun. Maskalarım da bitib, parça maskalar istəyirəm yenidən alım və ya sifariş edeyim. Aynen də artıq yatıb. Joker'dən bağlamalarımız gəlib. Oradadır. Onları da çəkmədim. Bəlkə kim Instagramda varsa oradan görə bilər nələr sifariş elədim. Və videonun sonuna yaxınlaşdıq qızlar. Sizləri hər birinizi çox sevirəm. Yəqin ki, mən başa düşərsiniz, niyə belə gec-gec vlog atıram və çox uzun olmasa da, belə son vaxtlar baxıram ki, çox uzun vlogları bilmirəm izləmirlər, yarısından çıxırlar və elə bil ki, video artıq kəşfiyyata düşmür və mən biraz motivasiyadan düşürəm, çünki like say azdır, baxış say azdır və biraz motivasiyadan düşürəm, çünki həm çəkirəm, həm yoruluram, həm istəyirəm çoxlu çəkim, amma belə az baxış gələndə biraz üzülürəm. Motivasiyam düşür, amma yenidən qalxır. Heç nə, gedim mən də yatım. Gecəniz xeyrə qalsın. Gələn vloglarda mütləq görüşəcəyik. İndi istəyirəm ki, həftədə ən azı 2-3 dəfə vlog çıxsın. Belə işlərimiz asta-asta gedir. Bilmirəm, düzələcək bu ya yox. Düzəlsəydi yaxşı olardı. Biraz videonun yarısından çıxmasaydınız. Bilmirəm daha kimlər çıxır, kimlər yox. Elə görsədir statistika. Ona görə video çalışın ki, axıra kimi baxasınız. Mənim də motivasiyam qalxsın daha çox və tez-tez məni buralarda görə bilərsiniz. Gecəniz xeyrə qalsın. Öpürəm hamınızı. Özünüzə yaxşı baxın. Hələlik.